Elhamdülillahi Rabbil alemin ve la akıbetul muttaqin ve salatu ve selamu ala seyyidina Muhammed hayri halqi Rabbil alemin ve ala alihi ve azvacihi ve ashabihi gurrul meyaminel muhaccelin. Allahümme ahricna min zulumatil vehm ve akrimna binuril fehm ve aftah aleyna bima'rifetil ilmi ve sahil ahlagana bil hilm ve cealna mimmen yestemi'unel gavle feyettebi'una ahseneh. Allahümme la sehle illa ma cealtehu sehlen ve in şi'te cealte hazne sehlen bi kudretke erhamer rahimin. Allahümme erinel hakka hakkan ve erzugna ittiba'ahu ve erinel batile batilen ve erzugna iştinabe. Allahümme Rabbi işreh li sadri ve yessir li emri ve ahlul ugdeten min lisani yefkahu kavli. Emme ba'd. Əzlər Əqaidü Tahaviyyə risaləsini oxumağa davam edirik elhamdülillah. Dərsə başlamazdan əvvəl kiminsə sualı varsa eşidirəm. Sual yoxdur. Təklif bimə yutaq. İnsan gücü yetəcək şeydən insan cavabdehdir. Və ləm yukəllifuhumullahu Teala illə mə yutiqun. Allah subhanahu və taala heç kəsi, yəni insanları güclərinin yetdiyindən artıq bir şeylə mükəlləf eləməyibdir. وَلَا يُتَيَّقُونَ إِلَّا مَا كَلَّفَهُمْ. Allah subhanahu ve taala da onları mükəlləf elədiyindən başqası onlara nədir? Taqəti çatacaq şəkildə deyildir. وَهُوَ تَفْسِيرُ لَا هَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ. Bu da Allah'tan başqa qüvvət və qüdrət sahibi yoxdur demək olan la havle və la qüvvətə illə billahil aliyyil azim kəlməsinin təfsiridir. Nəqulu deyirik, la hilətə li əhəd. Heç bir insanın hiləsi yoxdur. Və la hərəkətə li əhəd. Heç kəsin hərəkəti yoxdur. وَلَا تَحَوُّلَ لِأَحَدٍ عَنْ مَعَصِيَةِ اللّٰهِ إِلَّا بِمَعُونَةِ اللّٰهِ. Heç kəs Allah qorumadan günahdan qaça bilməz. وَلَا قُوَّةَ لِأَحَدٍ عَلَى إِقَامَةِ تَاعَةِ اللّٰهِ وَالثَّبَاتِ عَلَيْهَا إِلَّا بِتَوْفِيقِ اللّٰهِ. Heç kəs Allah müvəffəq eləmədən, Allah qüvvət vermədən, Allah saxlamadan Allahın itaət yolunda davam eləyə bilməz. İmam Rəhməhullah burada nədən danışır əzizlər? Geri qayıdır, götürürəm. وَلَمْ يُكَلِّفُهُمُ اللّٰهُ تَعَالَى إِلَّا مَا يُتِيقُونَ. Allah subhanahu wa ta'ala insanlara, insanların gücünün yetməyəcəyini yükləməz. Yəni, insanlara, insanların gücünün yetməyəcəyi şey soruşulmaz. Nədir bunun hikməti? Bunu hardan biz başa düşürük? Quran-ı Kərimdə ayəsi var, bilirik. La yukallifullahu nefsen illa vus'aha. Hamımızın oxuduğu Bəqərə surəsinin sonuncu ayələrindəki la yukallifullahu nefsen illa vus'aha. Allah subhanahu wa taala nəfsə, mükəlləfə, cin və insə gücünün yetməyəcəyini yükləməz. Yəni, baxın əzizlər, bizdən əvvəlki şəriətlərdə Bəni İsrail şəriətində fasiləsiz oruç tutmaq var idi. Bizdən əvvəlki şəriətlərdə qənimət malı caiz deyildi, halal deyildi. Bizdən əvvəlki şəriətlərdə danışmamaq, susmaq orucu var idi. Bizdən əvvəlki şəriətlərdə Ramazan ayında gecələri də ailəsinlə yaxınlıq eləmək caiz deyildi. Və sonra Allah subhanahu ta'ala məhz onu niyə misal çəkdim axırıncıyı başa düşməyimiz üçün. Sonra Allah subhanahu ta'ala oruç haqqında gələn ayədə nə deyir? Və alimallahu enne fikum da'fa. Allah bilir ki, sizin zəifliyiniz var. Ona görə və bəşirhunnə deyə artıq gecələr siz, yəni oruç aylarında, Ramazan ayının gecələrində öz ailənizlə yaxınlıq eləyə bilərsiniz. Niyə?
Çünki bu ümmətin ona gücü çatmaz. Bizdən əvvəlkilərə verilmişdi və onların ona gücü çatırdı. Bu ümmətin ona gücü çatmaz deyə o bizim üzərimizdən qaldırıldı. Sırf bu mənada Allah subhanahu wa ta'ala qulun gücü yetməyəcək bir şeyi qula yükləməsin. Bunun etiqadda, əqidədə adı nədir? Niyə biz bunu əqidə olaraq oxuyuruq? Çünki İslam əqidəsini qəbul eləmək istəməyənlər, İslam əqidəsinə iki barmaq arasından baxanlar deyirlər. Din çox çətindir, din elə bir gün axşama ac dayanmaq mı olur? Elə hər gün axşam, səhər gündə 5 dəfə namaz qıl, şaxtada, soyuqda dəstəmaz al. Buna insan gücü çatmaz. Nə etmək üçün? Bunu rədd eləmək üçün, qəbul eləməmək üçün bu sözləri, fikirləri atırlar ortaya. Ona görə də bizim etiqadımız budur. Allah subhanahu wa ta'alanın endirmiş olduğu, vermiş olduğu təklifdə, yəni əmr və qadağanlarda güc çatmayacaq şey yoxdur. Sonra buyurur İmam Rəhməhullah, təkrar edə bildir. وَلَا يُتَيَّقُونَ إِلَّا مَا كَلَّفَهُمْ وَلَا يُتَيَّقُونَ إِلَّا مَا كَلَّفَهُمْ Və insanlar, Allah subhanahu wa ta'ala insanlara insanların gücünün çatmayacağını yükləməz. Bundan sonra da deyir ki, Allah subhanahu wa ta'alanın yüklədiyindən başqasına da insanın gücü çatmaz. Allahın yüklədiyindən başqasına da insanın gücü çatmaz. Yəni, bir insan qalxıb desə ki, mən bir ay oruc, Ramazan orucunu sadəcə iftar, imsak yiyərək tutacam, gedə bilməz. Nə inirsən elə, onun ona gücü çatmayacaq. Niyə? Çünki Allah bilir. Allah bilir ki, bu ümmətin ona gücü çatmayacaq. Bax, bunu başa düşür yazdır. Və bu da deyir ki, Lə havlə və lə qüvvətə illə billəh sözünün təfsiridir. Yəni, Allahdan başqa qüvvət və qüdrət sahibi yoxdur. Sözünün təfsiri budur. Yəni, bir insan istəsə də bunu eləyə bilməz. Gücü çatmaz bir şeyi, əlavə bir şey eləmək istəsə də, yəni Allahın bizə yüklədiklərindən əlavə bir şeyi eləmək istəsə də, buna gücü çatmaz. Onun üçün deyirik. Bax, indi burada xırda-xırda bir izah ediləməzlər. Nəqulu, lə hilətə li əhəd. Heç bir kəsin hiləsi yoxdur. Hilə nə deməkdədir? Hilə, ağıl işlədərək, düşünərək, öz faydasına bir fəaliyyətdə olmaq. Hilə budur. Misal üçün. Deyək ki, bax, bizim bu göstərdiyimiz bu rəhlə sınıb. Rəhlə sınıb. Bu rəhləni düzəltmək üçün, o sınıq yerini düzəltmək üçün, təmir eləmək üçün biz düşünürük. Və düşünürük və baxırıq ki, bu rəhlə sınmasın deyə buradan belə bir çəpinə bir ağac vursaq, tamam, artıq bu rəhlə o sınıqlıq aradan qalxacaq. Nə oldu burada biz? Ağıl işlətdik, hilə elədik. Hilə budur. Bizim başa düşdüyümüz o aldatma mənasında deyil burada hilə. Hilə burada ağlı işlədərək nəyəsə nail olmaq. Bu ağlı işlədən bizik mi? Bu ağlı bizə verən kimdir? Allah. Ona görə deyirik ki, heç bir kəsin hiləsi yoxdur. Lə hilətə li əhəd. Heç kəs Allah ürü qəlbini açmadan onu düşünüb eləyə bilməz. Deyəcəksiniz nətər? Nə çox olur? Nə çox olur? İnsan qabağında bir problemdədir. Çözə bilmir. Sonra bir başqası gəlir, bax, sonra bir başqası gəlir, deyir, bunu belə elə belə olsun. O eləyir, elə olur, onunsa, kişi deyir, heç gör ağlıma gəlirmi? Heç gör mən bunu, bax, düşünərdimmi heç? Niyə? Çünki Allah ona o hileyi onu verməyib hələ. Əgər insan hilə sahibi olsaydı, gərək onu özü düşünüydü. Allah bir başqası vasitəsindən verir və yaxud, bəli, insan oturur, heç deyir düşünmədən, ki, problemin qarşısında qalıbdır. Heç deyir, mən o haqda düşünmürdüm.
birdən elə bir beynimə dank gəldi. Nə bu problemin belə həll ola bilər? Demək, bu öz gücündə deyil. Yəni, heç kəs özü öz başına sərbəst olaraq hilə işlədib, yəni ağıl işlətmək gücündə deyildir. وَلَا حَرَكَةَ لِأَحَدٍ Heç kəsin bir hərəkəti yoxdur. Yəni, heç kəs özü öz əlini qaldıra bilməz. Heç kəs özü öz göz qapağını endirib açıb qapıya bilməz. Heç kəsə bir hərəkət yoxdur. وَلَا تَحَوُّلَ لِأَحَدٍ عَنْ مَعْصِيَةِ اللَّهِ إِلَّا بِمَعُونَةِ اللَّهِ Heç bir kəs Allah subhanahu ve taala qorumasa günahdan qayıda bilməz. Allah qorumadıqca əzizlər, Allah onu qorumadıqca heç kəsin günahdan qayıtmaq fürsəti yoxdur. Deyəcəksiniz necə? Çünki hər bir insana, Quranda da ayəsi var ki, hər bir insana gözəlliklər, şəhvət sevdirildi. Hubbibə linnəs, hubbu şəhəvət minən-nisəi vəl-qanatil müqantarətə deyə ayə var. İnsanlara gözəl şeylər, bəzəkli atlar, qadınlar filan sevdirildi. Bu sevdirilmə varkən insan təbiətində, insan kiyənində o şeylərə qarşı həvəs varkən Allah subhanahu wa ta'ala qorumadıqca o həvəs, o istək insanı mütləq günaha düşürür. Əgər bir insan günah eləmirsə, onun hünəri deyil. Demək, Allah onu qoruyur o günahdan. وَلَا قُوَّةَ لِأَحَدٍ عَلَى إِقَامَةِ الطَّاعَةِ اللَّهِ وَالثَّبَاتِ عَلَيْهَا إِلَّا بِتَوْفِقِ اللَّهِ Heç kəsində ibadət və itaətdə Allah müvəffəq eləmədikcə, Allah sabit qədəm eləmədikcə davam eləmək gücü yoxdur. Allah müvəffəq eləməsə, heç birimiz bir kərdə belə alnımızı səcdiyə qoya bilmərik. Niyə? Çünki bu mübarizədəzdir. Mübarizədə də insan nədir? Həmişə zəif tərəfdir. İnsana da dəstək verən, onu sabit qədəm edən Allahdır. Allah bunu ona müvəffəq eləmədikcə, onun bacarığı yoxdur ki, taət və ibadətdə davam eləsin. Və kullu şeyin yecri bi məşiətilləh Teala və ilmihi və qadaihi və qədərihi. Hər şey Allah Subhanahu Taala'nın istəməsi, elmi, qəzası və qədəri əsasında baş verir. Qalibət məşiəti məşiət kulləhə. Allahın məşiəti, Allahın istəməsi bütün istəklərə qalib gəlibdir, üstün gəlibdir, üstündür. Bunu keçən dərslərimizdə izah eləmişik və imamın bunu dəfələrlə təkrar yenidən qayıtması mövzuya məsələnin incəliyi və ciddiliyi dəzdir. Heç kəs öz istəyini Allahın istəyi ilə deyil bərabər tuta bilməz. Amma bu əhl-i sünnətin görüşüdür. Mü'təzilə isə deyirdi, yox. Mən özüm istəyirəm, qalxıb gedirəm. Özüm istəyirəm, qalxıb gəlirəm. Mən sərbəstəm, mən faili muxtaram. Amma əhl-i sünnət deyir ki, yox. Faili muxtar olan, istədiyini eləyən Allah Subhanahu Taala'dır. Və Allahın istəyi bütün istəklərin üzərindədir. Dəlil. Bu mövzularda ən çox əqli dəlillər göstərilir əzizlər. Ən çox əqli dəlillər göstərilir və nəqli dəlillər də vardır, heç şübhəsiz. Quran-ı Kərimdən ayələr var. وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ Onlar Allah istəmədikcə istəyə bilməzlər. Təkvir surəsinin axırıncı ayəsidir. Onlar istəmədikcə, Allah istəmədikcə onlar istəyə bilməzlər. Əqli dəlil nədir? Bir insan çalışır, çapalayır, pranqulur, neyniyir, istəyir ki, söz misalı tələb olsun. Oxuyur, gecə-gündüz əzbərləyir, gecə-gündüz yatmır, istirahət eləmir, o kitab, o müəllim, o kurs, ora, bura gedir, gəlir. İstəyir ki, nə olsun? Tələb olsun. Amma gəlir axırda imtahanda oxuduqlarının heç biri ağlında yoxdur. Axşam yatır, səhər qalxır, imtahana gedir, dünən əzbər bildiyi sualı götürür,
sanki ömrü boyu bu sahal bunun qarşısına çıxmayıb. Heç nə bilmir, ağlında heç nə yoxdur. Niyə? Çünki Allah onun tələbə olmasını istəmədi. Və bu da o deməkdir ki, Allah onun tələbə olmasını istəmədi deyə Allahın istəyi onun istəyinin üstünə gəldi. Deməyimiz odur ki, qulların istəməsi Allahın istəməsinə tabidir. Və qaləbə qadauhu hiyəl kullihə və Allah subhanahu wa ta'alanın qəzası hilələrin hamısına üstün gəldi. Nədir hilələr? Dediyimiz kimi ağıl işlədir. Ağıl işlədir ki, nəsə eləyəcək və Allahın qəzası onun işlətdiyi ağlı gəlir önləyir. Bunu necə başa düşürəzlər? Bir insan söz misalı. Ev tikəcək, ev tikdiyi zaman yox, çox məşhur bir şey mən sizə misal vuracam. O ev misalını vurmuram. Bu gün insanlar əzizlər bu airbag deyilən hava balonu düşünüblər maşınlarda, təhlükəsizlik. Bir zərbə dəyəndə o açılır və insanı tutur və ona əlavə zərbələrin dəyib, ona xətər dəyməsini önləmək üçün bunu düzəldiblər. Və həmişə söz düşəndə mən onu çox istifadə edirəm. Deyirəm ki, insanoğlu düşünüb ölməməkdən ötürü hava balonu düzəldir. Allah da onu öldürəsidir. Gəlir, ölməməkdən ötürü düzəltdiyi, özünün düzəltdiyi, ölməsin deyə düzəltdiyi şey gəlir, açılır, boğur öldürür. Nə çox olur öyle şeylər? O hava balonu açılır, sıxır oturacağa, ondan sonra boşalmalıdır. Havası ki, bir şey olmasın, zərbədən sonra. Zərbədən sonra hava boşalmır, bu da sıxıb axırı. İndi bu da nəfəs alasıdır. Nəfəs ala bilmir, hava sıxıb, təzyiq var sinəsində. Elə yatacağa, oturacağa sıxır, orada onu öldürür. Nə oldu? Bu düşünürdü ki, hilə işlətmişdi ki, ölməyəcək. Zərbə olanda, yol qəzası keçirəndə hava balonu açılacaq, buna dəyməyəcək, zərbə olmayacaq, bu da ölməyəcək. Bu dəfə öz hiləsi nə oldu? Allahın qəzasında, bax onun öz hiləsi onu öldürməli idi. O da gəldi öldü. Bu da nə deməkdir? Yəni əzlər, insanın düşüncəsi də Allahın qəzasını keçə bilməz. Və bir də təkrar edirəm, bunu biz öz ifadəmizdən desək, insanoğlu ölməmək üçün hava balonu düzəldir, Allah da onu o hava balonundan öldürür. Bəli. Və yəf'alu mə yəşə və huvə qeyri zalim əbədə. Allah subhanahu wa ta'ala istədiyini eləyir. Və Allah subhanahu wa ta'ala istədiyini elədiyinə görə də zalim deyildir əbədən. Zalim sözünün mənasını bəzi dərslərimizdə, söhbətlərimizdə demişəm. Zalim bir şeyi, haqq elədiyi bir şeyi haqq elədiyi yerə qoymamaqdır əzizlər. Zülm budur. Əgər, belə deyək də, əynimizə paltar geyinirik, ayağımızın, başımızın papağını başımıza geyinməyib, ayağımıza geyinsək, bu papaq haqqında zülm eləmiş oluruq. Niyə? Çünki papaq baş geyimidir. Və yaxud barmağımıza üzük taxırıq. Üzüyü barmağımıza taxmırıq, söz misalində misal çəkirəm, sırğa əvəzi qulağımıza taxırıq. Üzüyə və qulağımıza və barmağımıza. Üçünə də zülm elədik. Yəni, əzizlər, zülm dediyim onu, yəni bu misalları çəkməyimdə cavab odur ki, məqsəd odur ki, zülm sözünün söz olaraq mənası lazım olan şeyi lazım olduğu yerdən başqa yerə qoymaq, aid eləmək. Nə olursa olsun, bax şey deyirəm, şeyin nə olduğunu biz bilirik, gələ bunu düşünək biz. Lazım olan sözü, lazım olan yerdə yox, başqa yerdə demək zülümdür. Lazım olan davranışı, lazım olan yerdə yox, başqa yerdə eləmək zülümdür. Allah subhanahu wa ta'ala istədiyini eləyir. Və bu istədiyini elədiyi müddətcədə haşa subhanahu wa ta'ala zalim olmaz. Yəni, Allah heç zaman bu şey buraya lazım idi, buraya elədi, Allah haqqında düşünülməz. Niyə deyirik bunu?
Bəzən baxırsan deyir ki, cavan uşaq idi, gərək ölməyəydi. Elə düşünür, bəli, deyir. Cavan adam idi, nə həyat yaşadı, nə dünya gördü, gərək ölməzdi. Güya ki, bu zülümdür. Ölməməli də öldü. Dedi ya, layiq olmayan şey, layiq olmayan yer. Bu gəncə güya ki, ölüm layiq deyildi, buna ölüm lazım deyildi, ölüm gəldi, bunu haqladı. Haşa subhanahu wa ta'ala əzlər. Bu sözü deməyin özü zülümdür. Çünki Allah subhanahu wa ta'ala heç zaman nəyi haraya qoyacağı haqqında haqsızlıq eləməz. Allah zülmü özünə haram eləmişdir. Təqəddəsə an kulli su'in və heyn. Allah subhanahu wa ta'ala insan oğlunun düşüncəsinə gələ biləcək hər bir qüsurdan münezzəhdir. Hər bir eyibdən münezzəhdir. Qüsur var, eyib var əzlər. Qüsur eyib olmaya bilir. Amma hər bir eyib qüsurdur. Söz misalı. Qüsur bir insanın ibadəti zamanı ibadəti tam şəkildə eləyəməyib, ibadətin müəyyən bir ədəbini, ərkanını tərk eləməsidir. Bu qüsurdur. Bu eyib deyil. Amma bir də ibadət eləməmək məsələ. Bu həm qüsurdur, həm eyibdir. Allah subhanahu wa ta'ala insan oğlunun şuuruna gələ biləcək hər bir qüsur və eyibdən münezzəhdir. Allaha qüsur və eyib aid eləmək olmaz. Və tənəzzəhə an kulli əybin və şeyin. Bu sözü iki dəfə alim istifadə edir. Bir dəfə su və hin deyə, bir dəfə eyb və şeyin deyə. Yaxın mənalı sözlərdir. Allah subhanahu wa ta'ala naqisliklərdən münezzəhdir. Əgər biraz incəliklə maraqlansanız, bunu deyə bilərik ki, su və hin mənəvi mənadadır. Eyb və şeyin maddi mənadadır. Bizim düşünə biləcəyimiz. Lə yəsəlu ammə yəfəl və hum yusəlun. Lə yusəlu ammə yəfəl və hum yusəlun. Allah subhanahu wa ta'ala elədiyindən sorğu suala çəkilməz. Amma insanlar elədikləri hər şeydən sorğu suala çəkilirlər. Və fi dua əl-əhyə və sadaqatihim mənfəatun lil-əmvat. Dirilərin sədəqələri və duaları ölülərə fayda verir. Dirilərin sədəqələrində və dualarında ölülər üçün fayda vardır. Vallahu Teala yestecibu da'vat və yaqdil hacat. Allah subhanahu wa ta'ala duaları qəbul eləyir, ehtiyacları təmin eləyir. Burada bir şeyə diqqət çəkək əzizlər. Çünki günümüzdə çox yayğın, belə aqressiv bir şəkildə yayğın bir düşüncədir ki, ölmüş insanın ruhuna hədiyyə eləmək üçün Quran oxumaq olmaz. Mən burada sizə bir çox geniş mövzu açmayacağım. Sadəcə bir ülamaların bir müqayisəsini deyəcəm, hansı ki, onu sizə hər vaxt deməmişəm, bəlkə də heç deməmişəm. Çünki hər vaxt hər şey adamın yadına düşmür. Resulullah sallallahu və səlləmin hədis-i şərifdə, səhih hədisdə, İmam Buxari və Müslimin rəvayət elədiyi hədis-i şərifdə, bunu siz bilirsiniz, demişəm dəfələrlə, qəbrin üstünə xurma budağını qırır və qəbrin üstünə sancır. Və deyir ki, bunlar quruyana qədər, bax, oradakı sözə diqqət edəcəkdir, quruyana qədər. Bunlar quruyana qədər, bunların, yəni bu qəbrin içində olanlara əzabları yüngülləşəcək. Sonra alimlər düşünür, səbəb nədir? Hikmət nədir ki, Resulullah sallallahu və səlləm bunlar quruyana qədər deyir. Onların yəni yaşıl olmasından, quru olmasındakı fərq nədir? Və cavab. Yaşıl olan bir bitki diridirmi, diri deyilmi? Diridir. Diri olan hər şey təsbih edirmi, eləmirmi?
yaşıl olduğu müddetçe bir yarpağın təsbih eləməsi sabitdirmi, sabit deyilmi? Sabitdir. Bir yarpağın təsbihi mi fəzilətlidir? Günaha açıq olan bir insanın günahın içində ola biləcək bir insanın günahına üstün gəlib Allahın kəlamını oxuması mı fəzilətlidir? İnsanın oxuması fəzilətlidir. Burada sual çıxır qarşıya. Nə təhər olur ki, heç bir günah işləməyən, heç bir imtihana tabi olmayan bir bitkinin təsbihatının ölüyə, qəbirdəkinə faydası deyir. Amma günahını əzib, nəfsinə üstün gəlib, Allahın kəlamını, hansı ki Allahın kəlamı hər şeydən üstündür, məxluqatdan üstündür, çünki kəlamullah qeyri-məxluqdur, Allahın kəlamıdır. Allahın kəlamını oxuyan bir insanın o kəlamı oxumasının o qəbirdə yatana faydası olmayacaqmı? Bəli, əzizlər. Bu qədər dəqiq incəliklərlə, bu qədər incə izahlarla üləmə sübut eləyir ki, bəli, hədisləri filanları kənara qoy. Bunu ağıllı işləyənlərə bu şey keçər. Yəni, hədis oxuyub düşünməyənə keçməz. Bunu ağıllı işlədə bilənə keçər, təfəkkür eləyə bilənə keçər bu dəlillər ki, burada doğrudan da hikmət var. Allah da deyir, əfələ təftəfəqqərun. Allah da deyir, bir düşünmürsünüzmü? Ona görə də əhl-i sünnətin görüşü budur. Mərhumun ruhu üçün qəbrin üstündə belə olsa, oxunan Quran, bəli, müsəlman, söhbət müsəlmandan gedir. Günah sahibi olsa da, onun günahının qəbirdəki cəzasının yüngülləşməsinə faydası vardır. Bunu sələf alimlərinə tahavi deyir. Allah huvəl gəni və nəhnu fuqara ileyh. Həqiqi qina sahibi, həqiqi mülk sahibi Allah'tır. Bizsə ona möhtacıyıq. Və yəmliku kulli şey və la yəmlikuhu şey. Allah hər bir şeyin sahibidir, malikidir. Amma heç bir şey ona sahib ola bilməz. Bu bir qısa bir qaydadır əzizlər. Yəni artıq bu o deməkdir ki, bir insanın tövhidindəki kamilliklərin bir vəsfidir. Allah subhanahu wa ta'ala hər şeyin sahibidir. Yemlik, Allah'a aiddir, hər şey ona məxsusdur, onundur. Heç bir şey ona sahib ola bilməz bunun yanında. Niyə? Çünki tevhidin şərtlərindən, yəni tevhidin incəliklərindən nəzər. Çünki əgər desək ki, nəsə Allah subhanahu wa ta'ala sahib olur, o zaman nə oldu? Sahib olan, sahib olduğu şey üzərində ixtiyar sahibi olur. Necə istəyir, elə idarə edir. Hər hansı bir şey Allaha sahib olarsa, haşa subhanahu wa ta'ala, Allahın ilahlıq, üluhiyyət vəsfi zədələnmiş olur. Ona görə də qısa bir söz, Allah hər şeyin sahibidir, heç nə Allaha sahib ola bilməz. وَلَا غِنًا عَنِ اللّٰهِ تَعَالَى تَرْفَةَ عَيْنٍ. Bir göz qırpımında, bir göz qırpımı olsun belə, heç kəs Allah subhanahu wa ta'aladan mühtaçsızlıqda ola bilməz. Qinə ehtiyac olmamaq deməkdəzdir. Qinə lazımına gəlməmək deməkdir. Azərbaycan dilində demiş olsaq belə başa düşür. Lazımına gəlmir. Bir an, bir göz qırpımı, tarfətə əyn der buna ərəb. Tarfətə əyn ən qısa an, zamanın ən kiçik ölçüsü. Düşünün, zamanın ən kiçik ölçüsündə belə insanlar və məxluqatın hamısı Allah subhanahu ta'ala'ya mühtaçdırlar. وَمَنْ اِسْتَغْنَ عَنْ اِلَّهِ تَرْفَةَ عَيْنٍ فَقَدْ كَفَرَ وَصَارَ مِنْ اَهْلِ الْحَيْنِ. Kim Allah subhanahu wa ta'ala'dan bir an istiğna eləyərsə, kafir olar. Nə deməkdəzdir? Kim Allah subhanahu wa ta'ala'dan bir an istiğna eləyərsə, kafir olar. Niyə kafir olar? Dedi ki, bir an zamanın ən kiçik hissəsini düşün,
o hissə müddətində belə insan və heç bir varlıq Allaha möhtac olmaya bilməz. Zamanın ən kiçik anında, zamanın ən kiçik kəsimində belə, o müddət ərzində belə hər şey Allaha möhtacdır. Bundan sonra biri qalib deyir ki, mən Allaha möhtac deyiləm, Allah mənim nəyimə lazım. Var, deyənlər var. Özüm də çalışıram, çapalayıram, Allah vermədi ki, malı mülkü, özüm qazandım. Deyən var, belə cahillər var. Hələ iman sahibi deyilsə, lap daha çox deyənlər var. Çalış özün hərəkət elə, nə Allah deyirsən, nə də Allah sana var dövlət verəcək, çalış özün işdə, nə bilim nə. Qardaş, həkimə müraciət elə, özünün həkimin ol filan, nə Allah demirsən. Deyənlər var. Yerində kafir olur. Niyə? Əziz qardaşlar, öz təfəkkürü, öz ağlınla bilə ki, özünü müalicə eləyə bilmir. Müalicə olunması üçün bir başqa özü kimisinə möhtaçdır, onu hiss eləyir. Ağlı onu dərk eləyir. Dedi ya, həkimə müraciət elə. Nə oturmuşsan burada Allah dua edirsən? Və yaxud get çalış. Harada çalışacaq? Kimisə qabağında işləyəcək. Bir başqasına möhtaç olduğunu dilindən söylüyor. Ondan sonra deyir ki, Allaha nə ehtiyacın var? Oldu mu? Bax, buna görə əzizlər yerində kafir olur. Niyə? Çünki öz dediyini özü inkar edir. Özün dilində söylədiyini özü inkar edir. Bayaqdan möhtaçdır. Möhtaç olduğunu söylüyor, ondan sonra deyir, bana lazımdır. Ona görə əzizlər, bax, bu kimi düşüncədə olanın yerində kafir olması etiqadımızdandır. Vallahu yağdabu və yarda, la ka əhədin minəl vəra. Allah subhanahu wa ta'ala qəzəblənir və razı qalır. Amma heç bir canlı varlıqlar olduğu kimi deyil. Allahın qəzəbi vardır, Allahın rizası vardır. İnsan da qəzəblənir, insan da razı qalır. Canlılar da qəzəblənir, heyvanlar da qəzəblənir və heyvanlar da razı qalır əzizlər. Baxın, bir heyvanın, adicə bir, bax, çox primitiv bir misal çəkəcəm sizə. Adi toyuq. Birisi o birisini, zəkasını tənqid eləmək istəyəndə də toyuq təfəkkürlüsən. Toyuğun balasına əlini uzat. Qanadını gərir, qəzəb keçirir və sənin üstünə hücuma keçir. Amma qardaşlar, baxın, həqiqətən, toyuğun qabağına dənsəb. Toyuq elə gözəl, xoş bir səs çıxardır, sanki sana təşəkkür edir, balalarını da ətrafına çağırır, gəlin, yeyin deyə. Və yaxud bir atımı, bir malımı, bir heyvanımı qaşovla, yəni kənddə olanlar bunu daha yaxşı bilər. Başına hərlənir, gəlir, yaxınına gəlir, imrənir. Yəni, qəzəblənir və razı qalır. Ona görə də imam burada leysə lə kə əhədin minəl vəra. Canlılardan heç biri kimi yox deyir. Və görüşümüz budur əzlər. Qəzəb və razılıq Allahın sifətidir, əzəli sifətidir. Allahın vəsfidir. Allahın nədənsə təsirlənməsi deyildir. Baxın əzlər, bu çox önəmlidir. Təsirlənmə necə olur? Nəsə təsir edir, düzdürmü? Nəsə təsir edir, qəzəb meydana çıxır. Bundan getmir söhbət. Allahın qəzəblənməsi, rizası Allahın vəsfidir, əzəldən mövcuddur. Və sonradan bir şeyin Allahı qəzəbləndirib, Allaha təsir eləməsi düşünülə bilməz. Niyə? Əgər sonradan bir şeyin Allahı təsir edib, Allahı qəzəbləndirməsi düşünülsə idi, Allah subhanahu wa ta'alanın sonradan bir vəsfə sahib olması düşünülürdü. Sonradan bir vəsfə sahib olmaqsa yaradılmışların vəsfidir. Allah isə yaradılmışların vəsfindən münəzzəhdir. Bələzlər, indi soruşacaq ki, nətər ola bilər elə şey? Demirik, söz misalı, yer üzərində bir boşanma verəndə Allahın qəzəbindən ərş titrir.
Budur, Allah qəzəbləndi. Boşanma bugün baş verdi. Vələzlər, bunu belə başa düşürük. Allah subhanahu wa ta'alanın qəzəb sifəti onun əzəlci sifətidir və əzəldən Allah subhanahu wa ta'alanın elmində mövcuddur ki, filan kəs gəlib filan anda boşanacaq və Allahın qəzəb sifəti o an üçün deyil. Əvvəldə mövcud olan o qəzəb sifəti o anda təzahür, təcəlli eləyəcək. Təcəlli eləyəcək. Allahın qəzəbinin təcəllisi başqa şeydir əzizlər. Allahın nəyinsə təsirindən qəzəblənməsi başqa şeydir. Allahın nəyinsə təsirindən qəzəblənməsi yoxdur. Allahın qəzəbinin və rizasının təcəllisi vardır. Üzə çıxması vardır. Hubbu əshabin nəbi sallallahu aleyhi və səlləm. Yeni bir mövzu, Resulullah sallallahu aleyhi və səlləmin əshabını sevmək. Və nuhibbu əshabə Resulillah sallallahu aleyhi və səlləm və la nufarrit fi hubbi əhədin minhum. Biz Resulullah sallallahu aleyhi və səlləmin əshabının hamısını sevirik və heç birini sevgidə ifrat şəkildə fərqləndirmirik. Xüsusi olaraq bunu əlahiddə bu xüsusi sevgiyə məxsusdur. Deyim, hamısını sevirik. Sevgi hamısına aiddir. وَلَا نَتَبَرَّأُ مِنْ أَحَدٍ مِنْهُمْ. İndi deyəcəksiniz qardaş, vallahi mən baxıram, Həzrət Əbubəkirə də baxıram, söz misalı. Həzrət Ömərə də baxıram, Həzrət Osmana da baxıram, Həzrət Əliyə də baxıram, amma neyiniyim? Mənim qəlbim Həzrət Əliyi çox sevir. O birisi deyir ki, amma mən neyiniyim? Mənim qəlbim Həzrət Əbubəkiri çox sevir. Amma mən neyiniyim? Mənim qəlbim Həzrəti Osmanı çox sevir. Burada indi biz nə tərdiyə bilərik ki, biz başqasını sevəndə ifrata varmırıq. Sevirəm axır, bunu artıq sevirəm. İfrat da artıqlıq deməkdir. Ondan sonra da deyir, وَلَا نَتَبَرَّأُ مِنْ أَحَدٍ مِنْهُمْ. Sevgi izah elədik. Eləyəcək daha doğrusu davamlı var. Səhabədən heç birindən də özümüzü uzaq saymırıq. Nətəbərra, yəni mən onu sevmirəm. O məndən deyil, mən ondan deyiləm demirik. Yenə nə dedik? Heç birini, ümumi olaraq. Yəni əzizlər, burada artıq məsələ izahı budur ki, səhabələri sevmə səbəbimiz buradakı o etiqad baxımından səhabəni sevməmizin mənası odur ki, onu sırf səhabə adına görə sevirik. Sevdiyimiz nədir onda? Səhabə statusu, səhabə titulu. Onun şəxsini deyil, onun titulunu sevdiyimiz zaman hamısı eynidir. Oldu mu? Fikrimi çatdıra bildim hər halda. Səhabənin şəxsindən yox, artıq o səhabəlik məqamından gedir. Səhabəlik məqamına gəldikdə ifrata varmaraq. Hamısı səhabədir, hamısını sevirik. Amma kərəmə, təvazöyə, elmə, davranışa gəldiyi zaman səhabələr özləri də fərqlidir. Bəli, hamımız Həzrət Ömərin şücaatını sevdiyimiz kimi, şücaat baxımından gələndə bir insanda şücaat təbiəti daha çox şövq oyadırsa, heç şübhəsiz Həzrət Öməri sevəcək. Bir insanda elm vəsfi, bir insanda elm amili daha çox sevgi oyadırsa, heç şübhəsiz Həzrət Əlini biraz çox sevəcək. Bir insanda xoş sifətlilik, mülahimlik, elm sahibi olmaq, hikmət sahibi olmaq, yumşaq davranış olduğu zaman o Həzrət Əbubəkiri sevəcək. Bir insan həyalı insana qarşı, həya anlayışına qarşı daha çox sevgi hiss edirsə, heç şübhəsiz Həzrəti Osmanı sevəcək. Söhbət bundan getmir. Söhbət, bir də deyirəm, səhabəlik titulundan, səhabəlik statusundan gedir. Səhabələrin hamısını sevir, bu daha yüksək səhabədir, o daha yüksək səhabəlik mövqeyində deyə fərq gözləmirik. Və nubğidu mən yəbğuduhum. Səhabəni sevməyən kəsi biz də sevmərik. Səhabəni sevməyən kəsi biz də sevmərik.
وَبِغَيْرِ الْخَيْرِ يَذْكُرُهُمْ Səhabəni xeyirdən başqa bir şeylə zikr eləyəni də biz sevmərik. Səhabəni xeyirdən başqa bir şeylə zikr eləyəni də biz sevmərik. وَحُبُّهُمْ دِينٌ وَإِيمَانٌ وَإِحْسَانٌ Səhabəni sevmək dindir, imandır, ihsandır. Və buğduhum səhabəyə nifrət eləmək kufrun və nifaqun və tuğyan küfürdür, nifaqdır, münafiqlikdir və tuğyandır, həddini aşmaqdır. Bax əzizlər, yenə incə nöqtədir bura. Burada bir məsələ var. Dedik ki, biz səhabəni sevirik, səhabəni sevməyəni sevmərik. Bir adam nə eləyirsən elə Həzrəti Muaviyyəni sevə bilmir. Niyə? Çünki Həzrəti Əli ilə döyüşübdür. Nə eləyirsən elə qəlbindən adama sevgi gəlir. Çox qızğın mövzu, məşhur mövzu, çox danışılan mövzu olduğuna görə misal bunu çəkirəm. Adam etiraf edir, deyir, qardaş, nə eləyim, mən sevə bilmirəm. Qəlbimdən o adama qarşı sevgi gəlir. Bax, məsələ elə buradadır ki, incəlik buradakı əzizlər. Artıq bizdən tələb olunan, etiqad yolundan tələb olunan sevgini statusa yox, kimə verdik? Şəxsin özünə verdik, fərdin özünə verdik. Səhabənin arasında münafiqlər var idi. Səhabənin arasında günah sahiblər var idi. Səhabənin arasında günahla öldürülənlər var. Bir adamın haqqı desin, qardaş, mən nə tərsivə bilərəm ki, adam zina həddindən daşqalaq oldu, öldürüldü. Mən nə tərsivə bilərəm ki, adam oğruq həddindən əli kəsildi. Söz misalı. Nə tər mən bunu sevim deyər. Haqqı var mı, yoxdur mu? Deyə bilir. Ona görə də əzizlər, bu mövquda səhabənin statusundan gedir söhbət. Sevmək baxımından biri bir səhabənin fərdi şəxsi davranışını sevməyə bilər. Amma bunun yanında, bax, burada artıq məsələ incədir. Bunun yanında biz o kəsləri də sevmirik ki, səhabə haqqında xeyirdən başqa bir şey nədir? Yəzkuruhum, danışır. Sevmirsənmi? Onun o xüsusiyyəti xoşuna gəlmirmi? Sus, danışma. Sus, danışma. Elə ki, danışdın, elə ki, o şəxsi keyfiyyətini, şəxsi münasibətini, şəxsə olan münasibətini üzə çıxartdın, o zaman biz səni sevmərik. Niyə? Cavabı çox sadə və aydındır. Çünki bu, İslam cəmiyyətində insanlar arasında nəyə səbəb olur? İxtilafa yox, çəkişməyə və bir-birini sevməməzliyə səbəb olur. Bir insan, bayaq dedik, bax əzizlər, problemimiz, düyünümüz buradadır. Bir insan Həzrəti Öməri şücaətinə görə sevir. Xüsusi olaraq sevir. Səhabə olaraq sevir, bu başqa mövzu. Bunun yanında Həzrəti Ömərə qarşı, onun şücaətinə qarşı bir əlahiddə sevgisi var. Niyə? Çünki bu adamın şəxsində bir başqa, Ömər olmasın, o birisi olsun, şücaətlidirsə onu da sevir. Heç səhabə də deyil. Sıradan bir müsəlmandır, şücaətli bir adamdır. O şücaət vəsfi o insanda ona qarşı başqa bir ifadə ilə deyirsə bir simpatiya oyadır. Bir başqası da Həzrəti Öməri sırf şücaətinə görə sevmir. İnsandır. O şücaətli adamlardan xoşu gəlməz. Nə deyil, hoppana vurum, qırım deyil. Bu nədir? Xoşuna gəlmir. Nə oldu? Əgər şəxsi fərdlərə görə insanları sevə-sevə, insanlara nifrət eləyəsə olsaq, sevəcək insan yoxdur, nifrət eləməyəcək insan yoxdur. Niyə? Hər fərd fərddir. Hərənin öz xüsusiyyəti var. Hərənin öz şəxsi keyfiyyəti var. Ona görə İslam bunu əqidə eləməz heç vaxt. İslam əqidə eləyir nəyi? Ümumi olanı, hamıya aid olanı. Onun üçün dəzlər, bir insan ümumi olanı zədələyəcək xüsusiyyət dil uzadırsa, o zaman nə edirik? Ondan da qaçırıq. Biz də onu sevmərik. وَلَا نَذْكُرُمْ إِلَّا بِخَيْرٍ Və biz özümüz
səhabələrin şəxsi keyfiyyətləri necə olursa olsun, onların xeyirdən başqa bir vəsfini xatırlatmarıq. Baxın əzizlər, bu şeylərə mən bir misal çəkim sizə, xüsusilə belə son dövr o nətər deyək ki, bir çox da problemli səslənməsin, nə də tərəfbazlıq kimi çıxmasın, amma gerçək budur. Türk dilli dini ədəbiyyatda əzizlər, səhabələr haqqında yazılan kitablarda bir dənə problemli cümlə tapmazsınız. Sadəcə sevgi var. Baxın, açın, oxuyun. İstənilən səhabələr haqqında yazılmış, İslam alimləri haqqında yazılmış, istənilən kitabı oxuyun. Burada xoş, gözəl sözdən başqa bir şey tapmazsınız. Səbəb həmin o etiqadın nəticəsidir ki, əlinə qələm götürən hansısa bir alimin günahını, hansısa bir alimin səhvini, hansısa bir səhabənin qüsurunu cəsarət edib yazmır. Niyə? Çünki əqidəsi budur ki, lə nəzkuruhum illə bi xeyr. Biz onları xeyirdən başqa bir şeylə zikr eləməliyik. Amma bunun yanında fıkha gəlincə, hökmə gəlincə, fətvalara gəlincə, baxırsan ki, filan yerdə filan şey var. Burada niyə? Çünki burada zəruri elmdir artıq bu. Burada bunu demək lazımdır. Nə üçün? Çünki burada artıq fətvadan gedir söhbət. Fətvanın dəlilindən gedir söhbət. Ona görə əzizlər, bax bu mövzuda, yəni son dövrdə meydana çıxan qorxunc bir şey var. Nədir qorxunc hal, müzahir şey olan? Yəni qorxunc şəkildə biruzə verən bir halımız var. Nədir? Allah, insanların daha çox qüsurunu və eybini üzə çıxartmaq. Müasir həyatda da, keçmişlərində çalışır ki, səhvin üzərə çıxarsın. Çalışır ki, səhv sözün üzərə çıxarsın. Çalışır ki, problem törədən məlumat üzərə çıxarsın. O da İslam əxlaqına zidd əzizlər. Gördün, özün bir şey üzərə çıxdın mı? Ne edəcəksən? Sus və onu özün araşdır. Onu açıb, aşkarıb üzərə çıxartmaq olmaz. O İslam əxlaqına ziddir. Niyə? Ən azından ona görə ki, dediyimiz kimi, etiqadımızın bir babıdır. Biz özümüzdən əvvəlkiləri xeyirdən başqa bir şeylə zikr eləmərik. Quran-ı Kərimdə ayədir. Möminlər dua eləyər. Rabbənə və lə təcəl qillən. Qəlbimizdə ən azacıq belə şey eləmə. Bizdən əvvəlkilərə, bizdən əvvəl gəlmişlərə qarşı Ənsar mühacirlər haqqında o ayələr, 3 ayət bilirsiniz. Yəni, mən o ayənin yadımıza salsaq görürük ki, kim olursa olsun. Əl-ləzinə səbəqunə bil-imən və lə təcəl qillən fi qulubinə aləl-ləzinə səbəqunə bil-imən. Bizim qəlbimizdə iman baxımından bizdən əvvəlkilərə qarşı kin-küdurət eləmə. Yaratma, yaratma. Amma halımız nədir bugün? Bugün əksinə onlara qarşı kin-küdurət oyadırıq. Bəli. Görürük ki, oyadılır. وَنُثَبِّتْ الْخِلَافَةِ بَعْدَ رَسُولِ اللّٰهِ صَلَّى اللّٰهُ وَسَلَّمْ أولا لأبي بكر الصديق رضي الله عنه تفضيلا له وتقديما على جميع الأمة ثم لعمر بن الخطاب رضي الله عنه ثم لعثمان رضي الله عنه ثم لعلي بن أبي طالب رضي الله عنه وهم الخلفاء الراشدون وأئمة المهتدون. Heç şübhəsizlər, səhabələr haqqında əqidəmizin bu babı istər-istəməz davamında gəlib xəlifələrdə dayanmalıdır. Çünki bu, etiqad məsələsi səviyyəsinə qədər ümmət arasında problemə səbəb olmuş şeydir. Və deyirik ki, Resulullah sallallahu aleyhi və səlləmdən sonra haqq xilafətin Həzrəti Əbu Bəkirə aid olduğunu sübut eləyirik. İspat eləyirik ki, Resulullah sallallahu aleyhi və səlləmdən sonra haqq xilafət haqqı Əbu Bəkir Sıddıqın idi. Allah ondan razı olsun. Ümmətin ən fəzilətlisi və ümmətin ən öncülü olduğuna görə Resulullah'dan sonra.
Təbii əzizlər, bu bilinən bir mövzudur, artıq çox danışmayacağım bu barədə. Sadəcə deməyim odur ki, əhl-i sünnətin görüşü budur ki, Resulullah sallallahu aleyhi və səlləmdən sonra haqq xəlifə Həzrət Əbu Bəkir Sıddıqdır. Ondan sonra Həzrəti Ömər İbn-i Xattabdır, ondan sonra Həzrəti Osmandır, İbn Affan, Allah hamısına razı olsun, ondan sonra da Həzrəti Əlidir. Və burada bir şey də unutmaq olmaz əzizlər, fəzilət baxımından da tərtibləri, xilafət tərtibləri kimidir? Əhl-i sünnət alimlərinin əksəriyyətinin görüşünə görə. Burada bir məsələ var, incəlik var əzizlər. Əhl-i sünnət alimlərinin əksəriyyətinin görüşünə görə bu səhabələrin, bu xəlifələrin fəzilət, üstünlük sırası saydığımız kimidir. Əvvəl Həzrət Əbu Bəkir, sonra Ömər, sonra Osman, sonra Əli, Allah hamısına razı olsun. Ümmətin ittifaqı Həzrəti Əbu Bəkir və Ömərin üzərində mövcuddur ki, bütün əhl-i sünnəti demək istəyirəm. Əhl-i sünnət Resulullah'dan sonra ən fəzilətli insanın Həzrəti Əbu Bəkir, ondan sonra Həzrəti Ömər olduğunda müttəfiqdirlər. Amma Həzrət Əli və Həzrət Osmana gəlincə, artıq əksəriyyət və azlıq məsələsi var, ittifaq yoxdur. Əhl-i sünnətdən bəzi alimlər bu görüşü tutur ki, mən heç zaman Həzrət Əlini Həzrət Osmandan sonraya keçirmərəm. Həzrət Osmanla və Həzrət Əli bərabərdir, mən onları müqayisə eləmirəm deyən alimlər var. Oldu mu? Həzrət Əlini Həzrət Osmandan irəli keçirən alimlərin olduğunu mən bilmirəm. Artıq ya şəxsən mənim o şəxsimdən gedir söhbət, bu barədə bilgim yoxdur. Amma Həzrət Əli ilə Həzrət Osmanı müqayisə eləmərəm deyib ehtiyatlı davranan alimlər vardır. Belə alimlər vardır əzizlər. Və bunlar Raşidi xəlifələrdir. Raşidi xəlifələr, yəni düz yol, doğru yol üzrə olan xəlifələr deməkdir. Və əzizlər, bir şey də unutmaq olmaz ki, Raşidi xəlifə tək bu dördü deyil. Bunu da bilmək lazımdır. Dördü deyil. Həzrət Həsən, Həzrət Əlinin oğlu. Həzrət Həsən ki, hansı ki 6 ay xəlifə oldu. Həzrət Həsən və Ömər İbni Abdüləziz də Raşidi xəlifələr sırasındadır. Bunlar da doğru yol üzərində olan xəlifələr sırasında adları keçər. Amma əsas bu dördüdür ki, çünki onların hakimiyyət müddəti yetərincə uzun olub və yetərincə, yəni üzdə olubdur. Və əimmətul muhtədidun və onlar hidayət imamlarıdırlar. Dəlil də, təbii, burada bir hədisi xatırladacağım sizə əzizlər. Resulullah sallallahu aleyhi ve sellem'e rivayet olunan sahih xəbərdə Aleykum bi sünneti və sünneti xulafai raşidinəl mehdiyyun addu aleyhü bin nevaciz deyə bir hədis var. Hədisdə Resulullah buyurur ki, sizə lazım olan, sizin izləməli olduğunuz şey mənim və məndən sonraki Raşidi xəlifələrin sünnətidir. Ona görə də imam, insanlar, müsəlmanlar, əhl-i sünnət xüsusilə qarşılarına çıxan bir məsələdə Həzrət Ömərin, Həzrət Əbubəkirin və Həzrət Əlinin və Həzrət Osmanın Rəsulullahdan sonra eləmiş olduqları işi də sünnətdən sayırlar. Məsələn, Həzrət Əbubəkirin Quranı kitabxanada yazdırması sünnətdəndir. Həzrət Ömərin təravih namazını məsciddə 20 nəfər, 20 rükətlə qıldırması sünnətdəndir. Və Həzrət Əlinin, məsələn, Həzrət Əlinin müşavirəsindən Həzrət Əlinin iştihadı üzrə Həzrət Ömərin içki içənin cəzasını 40 kötəkdən 80 kötəyə qaldırması sünnətdəndir. Və bunları biz hamısını ona görə onlara əimmətül muhtədun, doğru yolda olanların imamları deyə adlandırır imam. Və burada inşallah dərsimizi saxlayaq, vaxt çatdı. Allah sağ saxlayarsa, gerdə qalanında
yəni qaldığımız yerdən davam eləyərik. Subhane rabbike rabbil izzeti amma yasifun və selamun alel murselin velhamdülillahi rabbil alemin. Selamun aleyküm və rahmetullah.